Pulunuzu yiyin, öz işinizlə məşğul olun. Başa düşdünüz ya yox? Mən bilərəm, harda işləyərəm, harda çalışaram, harda reklam eləyərəm. Bildiniz ya yox? Bu ölkənin qayda qanununun, bu ölkənin haqların, hüquqların qoruyan var. Siz kimsiz məni müzakirəyə qoymusunuz? Başa düşdün ya yox? Hamı gedib öz quyruğundan danışsın. İstəmişəm, çıxmışam. Ailəm razı olmayıb. Rayona qayıdıram işimin dalıyca. Kimə nə? Kim tələbi gətirib mənim balalarıma çörək verir. Delivizi soxun qarnınıza, bildiniz ya yox? Bütün söyüşləriniz sizin böyüklərinizə, kiçiklərinizə geçsin. Bu da məndən sizə bir mesaj. Ağzınızı başınıza yığın. Bir də həcinin canlılarında mənim haqqımda danışdığınızı görsəm, hər kəsə buradan aiddir. Başa düşdün ya yox? Ağzınızı deyirəm ki, başınıza yığın. Siz arada bəzən, burada bu qadıncıqlar var, dırnaq arası, həci deyib. 200'de olmayın ha. Bayaqları canlılarda cemaat mənə qayd atır. Mən izləmirəm. Mən evimdə yatmışam, mənə cemaat yığır ki, sən canlılarda müzakirə eləyirlər. Kimlər məndən səviyyəsizlər. Başa düşdünüz ya yox? Canlı sahiblərinə bir söz çörək kəsmişəm, iş yoldaşlarım olur. Nərmin xanım özü çıxıb işdən. Heç kim onu ağzınızı başınıza yığın. Mən çıxdığım yerdən açıqlasmasını da verdi. Mən çıxdığım yerdə ayaq yeri qoyuram. Mən istəsəm